Hamınıza salam aleykum dostlar. Nətərsim dedirəm ki, yaxşısınız. Bu gün sizlərlə birlikdə bəlkə də bir ya da 2 aydan sonra video atıram, amma mən bilən 2-dir. Yəni mən 2 aydan sonra dostlar video atıram. Yəni sizə çox amma çox şad xəbərim var. Free Fire dostlar da artıq comeback atdıq, yəni oyuna geri döndük. Və hər də videolarda da həmişə əvvəllər nətər gəlirdi, hər gün də elə gələcək. Arada bir videolar gəlməyə bilər. Nəyə görə? Çünki arada bir mən dərsim olur, başqa çöldə uşaqlarla falan olurum, amma nə vaxt gördüm boş vaxtım var, bomboşam, onda dostlar Naruto oynayım. Həmin moment video atsam. Yəni Naruto oynayım. Həftədə nə olur olsun video atacağam da. Elə bilmirəm şeydə atıb sizə eləməyəcəm. Nəysə dostlar, deməli ondan başqa yəni heç də belə soruşurdum sizi falan, nətərsiz, ümid edirəm ki, də yaxşısınız falan. Bugün heç gördüyünüz kimi Free Fire bəli comeback atdım demişdim. Və dostlar, mənim elə bir bu hesabıma baxın, dəqiqəbdən gözləyin. Bax, gəldim dostlar. Hesabıma düz nə qədər adam çalmağa çalışıb, bəziləri də çalıb. O da ki, nəyə görə? Mən lox kimi kurtarma cümeylimi vermişdim bir adamlara vermişdim lox kimi. Yəni elə bilirdim ki, ona barter zat deyirdilər. Mən də elə bilirdim ki, verəcəklər onlar da. Mən də barterdən başım çıxmışdı, deyir, ilk verirsən. Mən də heç başa düşmədim ilk nədir. Dedim ki, yaxşı verirəm. Sonra heç nə, ilk verdikdən sonra adam gəldi, o öz barterdə onu öz hesabını vermədi. Hesabımı gəldi çaldı. Sonra zor o hesabımı geri qaytardım. Nömrəsi falan çünki var deyə qaytardım. Və sonra da dostlar bir adam da çaldı, falan filan çaldı və baxın, bu adam azılı lider o. Bu adam bir də yəni mən bilən bu hesabı siz bilərsiniz ki, mən kanalımda bu hesabı tanıtmışam. Mən də sizə demişdim yeni hesabım falan, amma bax bu hesabın sahibi gəlməyəm nə qədər hesabım çalmaq çalışıb və gördüyünüz kimi 1 saat öncə, 1 saat əvvəl gəlib məni profilimə baxıbdı. Bu da onun yan hesabı terror. Bu hesabına da dünən baxıbdı. Yəni bu qardaşa buradan demək istəyirəm ki, çox əsəbi eləyir. Nəyə görə? Mənim hesabımı düz indiyə qədər nə qədər çalmağa çalışıb. Bayaq da biosuna qoymuşdu hesab barter olunur. Gəldi. Mal durmadan arkadaşlıq atır, like atır falan. Profilimə çoxlu baxır. Heç nə qədər arkadaşlıq atsa hamısını qəbul eləmirəm. Mənim vəhşi heç atıb indi də heç baxmaq istəyirəm. Atmayıb. Arkadaşlıq atıb heç birini qəbul eləmirəm. Bayaqlarım atdı. Bax, qəbul elədim. Sonra yazdım ki, salam nə olub? Deyir ki, məni tanıyırsan, məni yəni xatırladınızsa. Dedim ki, hə qaqa nə oldu? Niyə arkadaşlıq asandırmadın? Mənə yazır ki, arkadaşlıq atmaq olmaz ki. Yazıram ki, yox olmaz. Deyir, yaxşı da oldu da atmaram arkadaşlıq. Sonra da gördüm, biosuna yazıb hesab barter olunur. Mən də elə dedim ki, 100 fərq mənim hesabımla barter eləmək istəyir. Mən özüm çağırdım onun yanına. Ona dedim ki, sandıqa təzədən salam yazma. Dedim ki, biova sən yenə yazıbsan hesab barter olunur. O da deyir ki, barter eləyirəm də. Sonra deyirəm ki, sən yenə mənim hesabımda barter eləmək istəyirsən. Deyim ki, mən təcə sənin eləmək istəmirəm ki, hamıya, bütün görənlər üçün eləyirəm ki, qoy adamlar görsün, məndən barter eləsin hesabımı. Mən ona, yəni baxın bu hesabını. Sonra mənə gəldi, dedi ki, yəni mən ona qayıdıb dedim ki, sən mənim hesabımla barter eləmək istəyirsən ki, hesabını. O da mənə qayıdıb belə deyir. Deyir ki, bu hesabla kim barter etmək istəməz ki. Yəni demək istəyir ki, yəni mənim hesabım deyir, ona görə qəşəngdir. Deyir ki, mən bu hesabla eləyərəm də barter. Sonra da dedim ki, arkadaşlar, axırıncı dəfə onlardan sonra deyirsən, hələ barter eləmək istəyirsən. Axırıncı dəfə dedim indi sizə hesabımı falan çalıb eləmişdi və zor gətirmişdim. O mən formatlanmış idi. Mən də getdim onun telefonuna format atdım. Sonra dedim ki, yalandan dedim hesabımı ilk versəm, mən ilk verən deyiləm. O da dedi ki, mən versəm də sən mənə format atarsan deyə qorxuram. Mən də sonra dedim ki, olsun mən sənə hesabıza barter eləyən deyirəm. Dedim ki, səncə bu hesabı mən satıb gəlib sənin hesabını eləyərəm. Sonra
şeydə o qaqaş mənə bu hesabın qurtarma cəmailini bilir. Mənə dedi ki, sənin hesabın qurtarma cəmailini bilirəm mən. Mən də dedim ki, heç vecmə də deyil. Bilirsiniz nəyə görə dostlar? Mən qurtarma cəmailimi şey elədim. Mən siz niyə 2 ayda oyunda deyirəm. Mən arada bilirsiniz ki, Brawl Stars oynadım və hesabımı şey elədim. Qurtarma cəmaili boş olmasını istədim ki, qurtarma cəmaili mənə görə dostlar siz nətərdir? Çox təhlükəlidir. Bəziləri deyə bilərsiniz ki, qurtarma cəmail hesab üçün yaxşıdır şeyə görə də. Qurtarma cəmail hesabda olsa siz cəmailini dəyişə bilərsiniz adamlardan, amma mənə görə təhlükəlidir. Mən qurtarma cəmailini boş elədim, boşdur. 15 gün güzlədim, güclə 15 gün zar güzlədim, gözlədim. Və 15 gündən sonra qurtarma cəmailim boşaldı, boş oldu da. Ona görə də artıq şeyəm, rahatam. Orada qurtarma cəmaili boşdur da. İndi də vecmə də deyil, istəyir geçsin qurtarma cəmailini hamıya yaysın, desin millət falan. Heç nə olmayacaq, yəni heç nə olan deyil. Çünki mənim hesabımın qurtarma cəmaili artıq da boşdur. Yəni hesabımda qurtarma cəmaili yoxdur. Ona görə də dostlar, yəni bağlı deyil də, bomboşdur, qurtarma boşdur. Yəni qurtarmanı istəyir kimə desin, yenə də xeyrinə olan deyil də, heç nə eləyə bilməyəcək. Mən hələ yenə də dənədim bayaq. Əsas lobiyə girdim. Hesabın qurtarma cəmailini yazdım əsas lobiyə. Sonra gözlədim kod gəlsin, kodu gəlmirdi. Təzədən dənədim gəlmirdi. Yəni bu onu göstərir ki, həqiqi hesabın qurtarması boşdur. Yəni hesabımı qurtarma cəmaisi cəmaili boşdur da. Buradan o qaqaşa demək istəyirəm ki, yəni mənə heç vaxt da bu hesabı çala bilməz. İstəyir o qurtarma cəmaili yüzsəz bilir. Bilsə də xeyrinə deyil. Çünki hesabın qurtarması boşdur. Hesabı da o vaxt qurtarma eləməmişdən əvvəl elə bir cəmailə bağlamışdım ki, upuzun cəmaili idi də, upuzun. İndi hesabım həmin o uzun cəmailə bağlı. Tapa bilməz də nətərdir cəmail. Elə qarışıqdır. Özüm zar-zor əzbərləmişəm. Bütün hesablarım Roblox, Brawl falan hamısı o cəmailə bağlıdır. Yəni demək istəyirəm ki, xeyrinə olmayacaq. Mənə nə qədər gəldi. İstəyir nə qədər arkalaşlığa at, istəyir nə qədər profilimə bax, istəyir nə qədər like at, mənim də heç vecmə də deyil də. Ona görə demək istəyirəm ki, xeyir yoxdur. Nə eləyirsən elə bu hesabı ala bilməyəsən əlimdən. Mən bu hesabı özünüz də yəqin bilirsiniz ki, oldu takipçilərim bilər. Yəni kanalımın ən köhnə videosuna baxan görərsiniz. Bu hesabım neçə ildir məndədir. Və mən görüb bu hesabı öz əlimdən də verən də deyiləm. Sirli küplə gəldim bunu aldım. Ya aldım belə bir şeylər də. Onları aldım falan. Yəni həm də ki dostlar, bir dəqiqə gözləyin dostlar. Dostuma mesaj yazıb, bir dənə gözləyin. Gəldim dostlar, dostum mənə yazmışdı Qarabağ sabah oyunu şeyini yazırsınız. Bilməm, başda olanlar bilər Qarabağ sabah oyunu. Bilirsiniz də 5-ci gündür və biletlər pulsuza eləyiblər. 15 yaş aşağı uşaqlar üçün. Mən də dostumla gedəcəm. Yazmışdım ki, birlikdə gedək. Mənə yazdı ki, hə, çox zor olar, gedərik. Yəni 5-ci gün mən bəlkə video atmadım, çünki Qarabağ sabah oyununa gedəcəm ona görə. 5-ci gün önce video gəlməyəcək. Nəsə dostlar, baxın. 8 dəqiqə bu açıqlamanı elədim və onu da demək istəyirəm, comeback atdım. Və baxın, bu azılı lider var, bu azılı lider. İdisini istəyirsiniz götürün, baxın. Belə bir qəribə cəmaildir. İdiliyinə cəmail. Baxın, ak yerinə yazdım, istəyirsiniz, baxın. Budur. Dəqiqə, azılı lider falan, bax budur. Bunu əgər sizə bu qaqaş desə ki, barter falan, sakın yəni eləməyin də, başınız bəlaya düşə bilər. Gəlib yorumda onun birəm 100 vəziyyət dava falan sizə. Dava sədə vecmə də deyil. Yazdığı bütün mesajı siləcəm yorumunu da geçsin də. Amma arkadaşlıqda atırsası da atsın, vecmə də deyil. Yəni demək istəyirəm, barter zətçisə sizlə, yəni sizə dost olar, qardaş olar deyə tövsiyə edirəm ki, eləməyin barter. Yoxsa yəni, başınız bəlaya girəcək. O eləsəz, cəmaili hamıya deyəcək falan. Allah bilir, cəmaili deyib, amma heç vecmə də deyil, qurtarmam olsa boşdur, ona görə rahatam. Nəysə dostlar, bu videoda özdə 2 aydan sonra hesabımı tanıtıram. Çox yeniliklər olub. Yəni bu video dəhşət uzun videodur da. Getdik hesabımızı. Belə hesabımı tanıtım falan dostlar, bilmirəm ya, xod da yoxdur biraz. Ya dostlar, hesab tanıtım bəli qalsın sabaha. Sabah tanıtacağım. Yüzündən də BR kasacağıq inşallah. Amma heç sayı bilə. Sabah heç təzələnir bilə. Amma mən yenə də birinci özümü BR-də eləyəcəm.
Qəhrəman, çünki heç təzəndə 60 gün olacaq, amma beri mayda təzələnəndə beridən nə özüm eləməliyəm qəhrəman. Eləyəcəm. Yəni mən sizə dostlar dedim, bu azı lider ya da bu terror arkadaşçası eləməyin. Amma məncə bu S-Xuliqan da azı lider hesablarından falan biridir. Çünki baxın profillər falan belə cıxrona cırıyet falan oxşuyurlar deyə eləməyin məncə. Yoruma da nə yaxşı siləcəm elə yorumunu yerisin geçsin. Yəni mən xoşbəxtəm elə Free Fire kombat atdığıma görə. Hələ oyuna geri döndü hər şeyi silib süpürmüşəm oyunun təmiz. Hər şey. İndi bunu alacağıq. Ya bunu alacağım. İndi bunu da almış sayılırım. İndi gəlib bunu alacağım. Bir dənə oynayıb bunu. Amma bu biraz vaxtımızı aparacaq. Bu nədir? Nəysə bunu almaq biraz vaxt aparacaq. 240 amma yəni bizə görə asandır. Nəysə bundan sonra editlər falan düzəldib atacağım. Yanında Kaos FF kanalına geri döndüm. Sağ olun. Hədəfimiz 200 abunədir. Ben 200 abunə olsaq sevinirəm. Nəysə dostlar. Sağ olun özünüzə. Yaxşı baxın, sonraki videolarda görüşərik.